Sabahınız xeyir olsun. Bugün güzel gündür. Aprel ayının 27'si 2025-ci ildir. Biz Masallı rayonunun İskəndəriyyə kəndində Hacı Yavər Əkbərovun qonağıyıq. Hacı Yavər Əkbərov kimdir? O Masallıda boya başa çatıb, burada doğulub və bir sıra tikinti təşkilatlarında məsul vəzifələrdə çalışmış Hacı Yavər Əkbərovun həyat fəaliyyəti burada biz tanış olacaq. Və mən bilirəm ki, hamınız da bilməsini istəyirəm ki, tikinti üzrə mühəndisdir və burada və bizim bu bölgədə olan bir çox tikintilərdə öz imzasını atır. Masallıda da eləcə də region səviyyəli tikinti idarələrinə rəhbərlik edib. Ona görə də özünün imzasıdır, özünü dinləyək və bizim bugünkü verilişimiz biraz ürək ağrıdıcı veriliş olacaq. Ancaq bunu da deyim, verilişimə özüm ad qoymuşam. Verilişin adı Mən ədalət istəyirəm. Amma indi gəlin, ədalət istəyən bu gözəl atamızı dinləyək. Əvvəl onun yaradıcılığı ilə tanış olaq. Sonradan sizə bəzi detalları aydınlıq gətirəcək birlikdə. Biz xoş gəlmişik. Hoş gelmişsiniz. Hoş gelmişsiniz. Sizin bir kitabınızda göstərin. Ömür yelkəninin sahilə çəkil 74 illiyində var. Hal-hazırda Yavər müəllimin 85 yaşı tamam olub. Və bu gözəl bizim Ağsaqqal Hacı Yavər qardaşımızın özünün həyat yaradıcılığına biz nəzər salaq, sonra detallara vararaq. Yavər müəllim, haralarda işləmişsiniz siz? Bizim bölgədə nə işlərə, hansı tikintilərə imza atmışsınız? Mən Masallı rayonunun çox tikinti təşkilatlarının hamısında demək olar ki, müdür işləmişəm. Geçenci illər Çapos tikinti idarəsində, təmir tikinti idarəsində, Kənd Təsərrüfat Nazirinin təşkilatlarında. Bu olub təxminən institut qutarandan 2-3 il sonra. 80-cı illər, 70-ci illərə təsadüf. 66-da qutarmışam institutu. 68-69 Çaposda proqram işləmişəm. Ondan sonra keçmişəm idarə müdürü. Orada Lənkəranda, Masallıda, Yardımlıda, Lerikdə də tikintilər aparmışam. Burada da məndən indiyə kimi bir nəfər narazılıq edən olmayıb, hələ indiyə kimi. Bizim idarə işlərində nə də eləmişəmsə, hamısı məndən razı oldu. Hansı universiteti bitirmişdiniz siz Bakıda? Politexnik Universiteti. Hansı fakültəydi? Çünki mən də İnşaat fakültəsində. İnşaatla orada inşaat PGS. Sənaye və mülki tikinti şöbəsi. Bizdə o zamanlar PGS deyirlər. Mən də Bakı Politexnik Universitetini bitirmişəm. İnşaatı, Politexnik Texnikonun sonra İnşaat Mühəssisləri Universitetini bitirmişəm. Sənaye və mülki tikinti şöbəsini qutarmışam. Nə gözəl. O PGS deyirlər. Hər mənim adam o qrupu bitirmirdi Yavər müəllim. Sizin onda fəaliyyətiniz bu kəndin içində nəsə bir tikintiniz olubmu? Bəli, bu 5 dənə evimə tikmişəm burada. Öz işçilərimə vermişəm hamısını. Burada? Burada elə burada. Sonra icra hakimi üçün bina tikmişəm, orada yaşayır. Sonra ondan başqa da tikintilər tikmişəm, var hamısı. Gözəl obyektlər var, gözəl tikintilər gedir. Bu ürək ağrıdıcı durumudur ki, müəllimin bir istəyi ilə bugün buradayım. Əslində 2020-ci ilin fevral ayının 7-sindən Yavər müəllim redaksiyamıza rəsmən müraciət edib. Bu müraciətə əsasında Bakı Baş Prokurorluğuna biz də müraciətimizi bildirdik. Buna baxmayaraq özümüz biraz qarşıdurma ilə rastlaşdıq. Mənə oradan zənglər gəldi. Ancaq zənglər əsasında da yazılırdı telefonun üstündəki Bakı Baş Prokurorluğu. Yəni biraz hücumlar vardı demək olardı. Çünki Facebook səhifəsində açıq-açıq bu iradları bildirilmişdi. Yavər müəllim haqqında kömək istəyirdim. Bir ata fəryadına qoşulmuşdum. Verilişimizin adı da elə-belə deyil ki, mən ədalət istəyirəm. Nə üçün ədalət istəyir Yavər müəllim? Bu ürək bir dağlayan bir hadisədir. İndi sizlərlə bərabər biz həmin bir tarixə düz 29 il sonraya üst tutaq. Gələn illəri Yavər müəllimin oğlu Kənan oldu, səhv eləmirəm. Kənanın 30 ildir ki, tərk edib bu dünyanı. Tərk elətdiriblər əslində, cavan oğlan olur. 21 yaşında bir dəqiqə. Hadisə necə baş verir? Bunu biraz oxucularımıza çatdıraq sonra. 26 fevral 1996-cı il tarixində Masallı şəhərinin İskəndəridə yaşayan sahəsində keçmiş Sığdaş Sarkozunun əkin sahələrində gözətçilik edən Həsənov Aslan Vahaboğlu və Kamran Yavər müəllimin oğlu burada elə gedir. Beləçinə gözətçilik edən və mənim məhrum oğlum Əkbərov Kəmranlı həmin kənd sakini Qasımov Çingiz İbrahimoğlu, Qasımov Baxış İbrahimoğlu və Abdülhüseynov Yaşar Gülhüseyn oğlu arasında mal-qaranın əkin sahəsinə buraxılmaması ilə bağlı münaqişə olmuş və nəticədə oğlu Kənan Əkbərov sol qıçının baldır hissəsindən kesici, deşici alətlə ağır xəsarət almış. Həsənov Aslan Vahab oğlu
isə döyülərək yüngül yaralanmışdı. 44 günlük Onun boynuna qoydular. 44 günlük müalicə səmərə verməmiş, nəticədə 21 yaşlı və Kooperasiya İnstitutunun 3-cü kurs tələbəsi Kamran Əkbərov 12 aprel 1996-cı ildə vəfat etmişdir. Nəzərinizə bir xırda detalları çatdırmaq istəyirəm. Mən 2020-ci il dekabr ayının ikisində baş prokurorun qəbulunda oldum. Hər zaman kimlərsə qəbula gedəndə özləri üçün nəsə istəyirlər. Mən baş prokurorluğa belə bir müraciət elədim. Dedim, Azərbaycanımız qan gölünə dönüb Kamran müəllim. Mən buraya özüm üçün heç nə istəməyə gəlməmişəm. Bir ağıl kişinin fəryadına qoşularaq buradayam. Yetərincə cavan bastırıb Azərbaycanımız. Bir atanın, Allah heç kimə qismət etməsin, bir atanın çiynində övladı gedirsə, bu ağır bir dərddir. Bununla bu qanın yerdə qalmaması üçün artıq 29 ildir bu ahil ağsaqqalımız vuruşur. Yazmadığı orqan qalmayıb. Yavər müəllim, yavər qardaş, atam, bu elin ağsaqqalısız, böyük hörmət sahibisiz. Mən bircə bir şey bilirəm, tutduğum bu yolda, bu jurnalistikada, yazar jurnalistəm. Azərbaycanımızda qanun hakimdir, hakim qanun deyil. Kəlanda da belə bir şey var, deyir, hər döyülən qapı açılacaqdır. Müraciətinizi eləyin, döymədiyiniz qapı qalmayıb, qalaq sənədlər var stolun içində, 30 ilin müddətində. Müəllim hətta girmişəm, Bakıdan gəlmişəm, açır, tökür, baxır, neysə çatdırmaq istəyir. Fikrini, detalları ilə bərabər çatdırmaq istəyir. Bunların heç biri bu dəqiqə bizə lazım deyil. 2022-ci ildə 18 iyul ayında yenidən müraciət edildi. Sizin müraciətinizdən sonra mənim özüm hücumlara məruz qaldığımda bu müraciəti bir də baş prokurorluğa getdim və qarşılandım, qəbul da edildim. Amma yenə də anlaşılmazlıq oldu, yenə də kağızlar üzərində qaldı. Sualım belədir ki, haralara müraciət etmişsiniz indiyə nə qədər? Bütün təşkilatlara müraciət eləmişəm. Respublika prokurorundan tutmuş, prezident aparatından tutmuş, hamısına müraciət eləmişəm. Hər bir dənə mənə müsbət cavab verən olmuyor. Belə bildiyim qədər məktubların içində Zakir keçmiş baş prokuror Zakir Qaralovun da qəbulunda oldunuz. O nə dedi sizə? Zakir Qaralovun qəbulunda olmamışam, məni buraxmırlar qəbula. Aha, belə başa düşdüm. Burada yazılarda gördüm mən. Mən qəbula buraxmırlar, amma şikayətimə cavab veriblər. Nə cavab verdilər o zaman? Prokurorların, yerli prokurorların qəbul elədiyi qərarların hamısını ləğv edilib. Masallının, Lənkəranın, onların qərarlarını ləğv edilib, təzəsi ləğv verib. Amma kağız üzərində qalıb sənə. Niyə belə edirlər? Bilmirəm, onun səbəbini bilməm daha. Cinayət hadisəsi niyə qeydə alınmadı hadisə baş verən an? Çünki burada ölüm hadisəsi var idi. Cinayət hadisəsi o prokurorun işçilərinin, müstəntiqlərinin orada əli olduğuna görə baş tutmayıb. 1996-cı ildə Masallı rayonunun baş prokuroru kim idi o zaman? Mircavan Kazımov? Nəsən oğlum, Mircavan Kazımov oldu. Deyəsən deyəndə burada elə yazılır ki, bu barədə hələ də ibtidai istintaq zamanı Masallı rayonunun o vaxt prokuroru Mircavan Kazımova müraciət olunmuşdur. Cənub xəbərləri 12 fevral 2007-ci il tarixli qəzet əsasən əlimdədir. Bu mediadan istifadə edərək bəzi müəllimin yaşı ilə əlaqədar bəzi tarixlər yadında dəqiq qalmır. Amma mənə verdiyi əlində olan sənədlərə əsasən bunu dəlalət edir. Mənim bu yaxınlarda bizdən sonra, bizə müraciət edəndən sonra hara müraciət? Yenədən müraciət etmişsinizmi? Hər inan ki, gündə müraciət elədik. Bir dənə müsbət cavab verən yoxdur. Yazırlar kağız üzərində bir aydan sonra, 2 aydan sonra cavab göndərir. Vaxt ötə gəlib 29 illik geçmiş. Ona görə. Sonra da o prokurorların qərarlarını ləğv eləyəndən, Respublika prokurorları ləğv eləyəndən sonra ona heç fikir verən olmuyor. Nə özü fikir verib, nə işçiləri fikir verib. Yerdəki tabi olduğu təşkilatlar verib. O işlər verirlər tarixibə. Lənkəran olsun, Masallı olsun. Bakıdan 3 dəfə həkim gəlib, üzr istəyirəm, uşaq xəstəxanası olanda. Ki, onu nə tər olub vurublar, nə vurublar. Uşağı onlara göstərməyiblər. Deyirlər ki, xəstənin gəlsin imkan vermir. Bunu heç kim eləməz. Sonra onlar cavab verirlər, çıxıb gedirlər, neynəsilər ki. Sonra onu Respublika prokuroru, onu götürüb qərarını verib dəyişdirilsin. Amma tədbir görülmür, elə bir kağız üzərində qalıb o qərar. İndiyə kimi Kənanın ölümünün haqqında bir məsələ qaldırılmıyor. Bu iş üstündə vurulub da bu. Bunun iş üstündə vurulurlar. Özdə bunu vuran özü o narkomanların biridir. Orada prokuror müstəntiqləri onu başqa adam yadlar. 64-70 yaşında qədər kişiyə yad ediblər ki, cavan amnistiya düşür. Öləndə bu amnistiya düşər. Onu fikirləşiblər onlar. Bunlarda bir qram vicdan adlı şey yoxdur.
Mən fikirləşirəm, özümə nə qədər pis təsir edir ki, bu niyə belə danışır bu mənə? Mənim yanımda danışır bizdə bunu. Və buna amnistiya düşər, o yaşı çoxdur, amnistiya düşər. Amma faktiki vuranı qalıb orada, onu sindirən olmur. Hal-hazırda o 2 dənə cavan ki, hansı ki xəsarət toplayıb, bir kənddə yaşayırlar. Yəni bu adamlar gözlərinin qabağında. Amma bugün biz bura gələndə yolda mən ayın tarixlərinə bir daha bu vərəqlərə, məndə olan məlumatlara baxanda düşünürdüm ki, müəllim mənə zəng edir, Rəda xanım gəlin, tez gəlin, nə üçün müəllim belə təlaşdadır? Allah heç kimə övlad dağı verməsin. Bir daha təkrar edirəm, heç bir anaya. Anası rəhmətə gedib bu dərdə dözə bilməyib, xanım rəhmətə gedib dünyasını dəyişib. Atanın çilində gedənkənən bu ağrıya müəllim dözə bilmir. Çünki bu, məhz bu ay, 12 aprel torpağa qoyduğu aydır. Ona görə də mən bir cavan, mən onu Kamran Əliyevə də dedim baş prokurorluğa. Mən onu başa düşərək buradayım ki, mən də cavan qız bastırmışım. Çox ağırlı bir şeydir. 12-si siz torpağa verirsiniz, 29-da mənim qızımı rəhmətə gedən günüdür. Mən ona görə bura gəlirəm. Hətta bu gün sabah atamın ad günüydü. Atamın ad günündə qızım rəhmət getmişdi və onu dəfn etmədim ki, atama dərd olmasın. 29-u torpağa. Sabah lerikdəyəm, məzara gedirəm. Yəni ki, onun məzarlığını ziyarət edim. Sizin ürək ağrılarınızı başa düşürəm. Amma bu cinayətin arxasında kimlər dayanır? Və üstə gəldi, bu hadisə zamanı 7 dənə pozuntu olub, hansı ki, heç birini yoxlamayıblar, həmkəsici ailələr, güc orada kimsə şərfi ilə bağlayıb, heç bir sübut dəlil üçün bu alətlər götürülməyib. Bildiyimizə qədər də həmin o momentlər işləyənlər də Mircaban Kazımov da hal-hazırda Respublika Prokurorluğundadır. Mən üst tuturam onlara, işə aydınlıq gətirsinlər. Yəni ən azından müəllimlə əlaqə saxlasınlar. Yəni Azərbaycanda qanun hakimdir. Neçə illərdir qanun keşiyindəsiz. Mən bilirəm ki, bu işi o vaxtlar Masallı rayon prokurorluğunda işləyən Mircaban Kazımov etməyib. Bu qanun keşiyindədir. Nuriyev eləyib. Yəni bu insanlar burada dövlətin xidmətində olub. Dövlətin qanunlarını, konstitusiyon qaydalarını yerinə yetirirlər. Mesela telegram vermişəm, məni qəbul eləməyib. Kim? Prokuror Nuriyev. İndi Nuriyev buradadır. Yox, indi dəyişilib. Masalının prokuroru. İndi hal-hazırda Masalının prokuroru kimdir? Olmusunuz mu yanında? Yox, yanında olmamışam. İndi Nuriyev, hər hal-hazırda dediniz Nuriyev de indi. Nuriyev idi onda, ondan Nuriyev idi. Onda indi bilmirsiniz Masalının prokuroru kimdir? Bəs bu yaxınlarda olmuşsunuz mu siz bu işlə əlaqədar Masallı rayon prokurorluğunda? Yox, olmamışam. Çünki olsan da qəbul eləmirlər. Siz, bəs o hansı, neçənci illərdə idi? 2003-2002-də bildiyim qədər Səfərov müstəntiqlə biraz değişməniz olmuşdu. Bəli, değişməniz gəndə mən getmiş zaten, gördüm o... O 2003-cü ildə olmuşdu, 2002-də olmuşdu. Əvvəlki illərdə oldu. Lakin yəni, getdiniz, gördünüz ki, qarşı tərəfdən izahat götürür. Özü TikTok eləyir, yazdırır. Da demir ki, özü desin, yazsın, nətər olub. Nətər olduğunu, bəli. Ona görə mənim kefmə dəydi. Ondan acım gəldi onların hamısından. Bütün onların qərarların hamısı ləğv oldu, amma kağız üzərində. Respublika prokuror ləğv eləyib. Qərar verib ki, ləğv olunsun. Başqa təcərdən istiraf alınsın. Amma indiyə kimi o qərarlar yerinə yetirilmir heç biri. Burada söhbət Həsənov Aslandan, bir də Vahaboğlundan, bir də Qasımov Çingizdən gedir, İbrahimoğlundan. Belə. Onlar indi hal-hazırda. Yəni bu hadisələrlə bağlı ölüm hadisəsi olmuşdu. Və nə ilə əlaqələndirdilər bu hadisəni? Heç nə ilə. Amnistiya saldılar, yaşlı adamdı, bilməyib vurub. Amma əslində o yaşlı adam orada olmamışdı. Yaşlı adam iştək eləməyib, onun iş yoldaşı olub. Onu da döyüblər onda, çağda döyüblər, palçığın içində çıxartmış onu. Bir baxan olmayıb prosto. Yəni mən 85 yaşında bir əsr yaşamış bir insansınız. Məsələnin çıxışını necə görürsünüz özünüz? Bax, döymədiyiniz qapı qalmayıb. Misilsiz zəhmətiniz var bu torpaqda. Heç bir xeyir yoxdur. Buradan kimə üst tutmaq istəyir? Ölkənin böyüyü var, ölkənin prezidenti var. Ölkənin böyüyün üzr istəyəm, vaxtı yoxdur da baxmağa. Yox, çatmır, vaxtı var, niyə yoxdur? Ona düzgün çatdırılmalı. Bəlkə buradan müraciət edərik. Bax, bizim müraciət, mənə yazdığınız məktublarda mən... Müraciət nə qədər lazım eləmişəm. Bax, buradan üst tuturuq. Deyin, qoyun, mən sosial şəbəkədə bunu paylaşacağım. Yəni, müraciət edin. Bakı Baş Prokurorluğuna, Kamran Əliyevə, buradan müraciət edin.
Ali Baş Komandanımıza, Prezidentə Azərbaycan müraciət Respublikasının eləmişəm, xanımla müraciət eləmişəm. birinci vitse-prezidentimiz Mehriban xanıma Bəli, ona da buradan da müraciət müraciət eləmişəm. eləyək ki, çünki mən bu videonu bu cavan, 21 yaşlı cavanın Korporasiya Universiteti 3-cü kurs tələbəsinin qanı yerdə qalmaması, Universitetin 3-cü kursunu 3-cü universitetin 3-cü kurs tələbəsinin qanı yerdə qalmaması üçün, haqq, ədalət öz yerini tapması üçün mən bu videonu paylaşacağım. Çünki bu ürək dağlayan bir hadisədir. Yəni mən əminliklə deyirəm ki, Azərbaycanda qanun hakimdir. O yüzden də mən inanıram ki, bu işə bir əncam çəkən olacaq. Hakkın yerini tapacaq. Nəzirlər üzülməz. Odur ki, müəllim, bizim borcumuz, mən bir media olaraq bunu paylaşmaqdır, bu videonu çəkib, sizin bir ürəyiniz sakit olsun. Yəni inanıram ki, haqq yerini tapacaq. Zaten aldığımız araşdırmalarla əlaqədar o adamların əli hardadır, onlardan da xəbərdarıq. Yəni buradan aidiyyəti orqanlara da müraciət edirik. İşlərə doğru dürüst basılsın. Hər birimizin başına gələn bir işdir ki, müəllimin başına gələn bir hadisə. Mən də bir media olaraq mənə müraciət olur, gəlib çəkiliş edirəm ki, qarşı tərəfi az da olsa razı salabilaq, ürəyi sakitləşsin. Bir atanın o 29 il çəkdiyinin bir fərqində varmı? Xahiş edirəm sizlərdən, aidiyyəti orqanlar buna bir nəzər salsınlar. Bir daha təkrar edirəm, müəllim, bugün verişi çəkməkdə mən ədalət istəyirəm. Azərbaycanda ədalət varmı? Bir daha təkrar edirəm, mən deyirəm ki, Azərbaycanda ədalət var, qanun hakimdir və inanıram ki, bu tezliklə də sizin səsinizə səs veriləcək. Bu çəkilişdən yenə də deyirəm, açıq efirdir, öz fikirlərinizi deyə bilərsiniz, ürəyinizi ən azından boşalda bilərsiniz. Mənim fikrim nədir? Mənim fikrim günahkar cəzasını çəksin. İstər sistem işlər məhkəməsi olsun, istər prokuror olsun, istər kim olur olsun. Günah işlədibsə cəzasını çəksin. Mənim uşağımı üzr istəyirəm, bu xəstəxanada öldürüblər. Bilərəkdən öldürüblər. Müalicə qoymurlar öyrənməyə. Gələn həkimlərə qoymurlar baxmağa. O həkimin özünü də öldürüblər. O həkim də ölüb. Müalicə edən həkim özü də ölüb. İndi bir dənə mən indiyək bu uşağımın ölüm kağızını ala bilməmişəm hələ. Sizdə ölüm kağızı yoxdur? Xeyr, yoxdur. Niyə? Ala verməyiblər, yoxdur, yazılmayıb. Qoymuyublar yazmağa, həkimə qoymuyublar yazmağa. Yazırlar ki, sən yazsa, ölüm kağızı yazsa, sən tutar. Həkimin adı yadınızda deyil? Yazı var da, məsələn, həkim orada yazmış, əmrdə də var, olmalıdır. Yaşlı olarmış da yəqin ki, yoxsa ki, cavan ömrü. Yox, cavan, çox nə cavan deyil, nə də yaşlı deyil. Yaşlı, normal adam deyil, öldürdülər də. Qoymuyublar ona müalicə eləməyə. Mən ona hörmət eləmişdim ki, müalicə elə uşağımı sağaldır. Amma alınmıyıb da. Uşaq bayısında nə qədər yatdı? 48-49 gün. Və niyə birdən-birə əhvalat dəyişdi? Mən çağırdı həkim ki, uşağın paltarını apar dəyiş gətir. Demək, onu məcbur eləyiblərmiş ki, bunu çıxart buradan. Mən də uşağı gətirdim, paltarını dəyişdim, elədim. Gətirən kimi də qızdırması qalxdı. Elə həmin günü. Zəng elədim, özünü tapa bilmədim. Axşamı zəng elədim, səhərsi danışdım, gəldi, dedi gəldim. Gəldi, götürüb apardı uşağı ora, xəstəxanaya. Apardı, yarım rəd çəkməmiş, dedi, öldü. Götür apar. Deməli, orada onu qorxusundan yazıq heç nə eləyə bilməyib. Mənim ona babalığım da gəldi, o həkimə. O vaxtda, əgər belə deyirsə, onun arxasında kim dayanırdı? Nədən qorxurdu, kimdən qorxurdu? Onun arxasında prokuror, Masallı prokuroru. O vaxtda Masalının prokuroru? Nuriyev. Həmin Nuriyev idi o Bəli, vaxtda. həmin Nuriyev. Və sonunda burada bir başqasının adı gedir. Nuriyev kim? İndi harada işdir o Nuriyev? Bilməm valla harada işdir. O insanlar tapırlar daha da olsa. Nuriyev o vaxtda 1996-cı ildə Masallı rayonunun baş prokuroru Nuriyev idi. Mircavan Kazımov idi onda, ondan sonra Nuriyev geldi. Hə, Mircavan Kazımovdan sonra Nuriyev idi. Hadisə olanda Mircavan Kazımov. Nuriyev sonra geldi. Bəs- Mircavan Kazımovların hamısının qaralarını ləğv eləyib. Hamısının qaralarını ləğvini rəsmi. O getmişdi uje. Respublika prokurorunda olanda ləğv eləyib bunların qərarını. Özdə göstəriş verib ki, təcrüdən içinlərə başlansın. Kömək eləyib yəni də. Amma heç nə eləməyiblər. Boş kağız üzərində qalıblar onlar. Mən belə başa düşdüm ki, sizin dediyiniz Mircavan Kazımov kömək eləyib əslində bu işə. Kömək eləyib, amma yerinə yetirməyiblər. Burada Nuriyev yerinə yetirib. Burada yerdə yetirməyiblər heç bir. Heç bir yerinə yetirməyiblər. Nə Lənkəran, nə Masallı, nə Oğuzsi, hamısı. Mənə belə narahat edən də o haqsızlıqdır. Xəstəxanada nə tərif xəstəni öldürərlər, mən başa düşürəm. Özdə belə bir vəziyyətdə iş üstündə vurulanlar uşağı. İş üstündə vururlar. Ona vuranlar da o həkim, gələn həkimlər zadır ki, bu xəstənin vurduğu vəziyyət, dediği vəziyyətdə vurmaq mümkün deyil. Böyle vurmaq olmaz. O tərəflərə bıçaq itələməklə öldürmək olmaz.
Niye bu qanunları bunlar zəif eləyir? Zeynalovun qərarı. Heç oxumayıblar, heç fikir də verməyiblər. Heç o qadınlar bəlkə də oxumayıblar onlar heç. Çox maraqlıdır ki, yəni deyim ki, siz savadınız yoxdur. Adətən bunu bəzi ailələrlə eləyirlər. Sizin ali təhsilli bir mühəndis və tanınan bir adam nə üçün bunu sizə qarşı etdilər? Yəni susmayacağınızı da bilirdilər zaten. Mənə qarşı eləyiblər, mənim uşağıma qarşı eləyiblər. Bu iş üstündə vurulub, işə görə onlar da Bildiyim qədər bu işdə kimin əli varsa, hətta safxoz direktoru da incidilib. Safxoz direktorunu da döyüblər, neçə də bu sahəcilər, mallarını salıblar, qomuşların, qoyunların. Ona heç kim baxmıyor. O sistemlə əlaqəli olduğuna görə ona baxan deyirlər oldu. O vaxtda da o zamanki dövrdə ətrafınızda kim vardı? Hamısı hərəsi bir cür Bəli, cəzalandırıldı. bəli. Bax beləcə 29 il gəlib ötüb. Bəli, belədir. Heç də uşağın ölüm kağızı da yox. Yoxdur, ala bilmirəm, indi ala bilmirəm. Belə şey mi Günə oldu? qədər də prokurorun yanına sabah getməliyəm, prokuror məhkəmənin yanına ki, o bizə verməli, dedilər ki, məhkəmə verə bilər. İndi görə sabah ala biləcəm, yox, gəlmirəm onu. Üzür istəyəm. Deməli, bu iş üstündə vurulub, o vurulmaqla da axlaşdırıqlar qoca yaşlı kişini ki, o vurub, bilməyib vurub. Çünki onda iş yoxdur orada, onu da döyüblər orada. Deməyiblər bunu kim vurub, niyə döyüblər onu sahada? Bu sahada qorumalıdır, vəzifəsi o dönülməlidir. Nə çəkirəm, Allah bilir. Sözün bitdiyi an. Nə üçün susurlar onu anlamıram. Sözüm deyəndə söz bitmir, iddiası nə deyir? Bilirsiniz sözün bitdiyi anda ki, susursan bilmirsən nə deyəsən bu duruma. Yəni 29 ildə uşaq ölüm kağızı 3 günün ərzində verilməlidir. Bu günə qədər ola bilmirəm. İş üstündə vurulub, xəstəxanada ölüb. Xəstəxanada öləndə də polisə də deməyiblər ki, bu burada öldü. Xəstəxanada polis səbir görməlidir orada da, nəyə görə ölümdə tər olub. Qoymayıblar ona müalicə eləməyə orada, xəstəxanada. Başqa nəsə əlavə etmək istədiyiniz var mı? Allah canını salamat eləsin, Allah razı olsun, Allah sizə kömək olsun. Sağ, Allah sizə də yardımcı olsun tez bir zamanda. Haqq yerini tapsın. Yenə də deyirəm, bizim Hacı Yavər Əkbərov ədalət istəyir. İşə ədalətlə Qanunu baxılsın. istəyirəm, qanunu, bizim hökumətin qanunu olmalıdır. Oğlumun qanı yerdə qalmaması üçün mən adiyyəti üzrə prokurorluqdan bu işə yenidən baxılması üçün heç olmasa ən azından qəlbində bu niskinlə getməsin. Allah həqiqətən də sizə güc verir. Respublika prokuroru qərarında göstərir, bu iş təzədən yox aparırsın. Amma heç oxumayıblar da qərarı, heç baxan da yox. Oxuyublar yəqin ki, oxuyublar. Neçə vaxtda da oxusaydılar, təəccüb görərdilər də. Heç Respublika prokuroru da məşğul olmuyor ki, bunu göndərdi, nə elədilər, həll elədilər, eləmədilər. Yenə telegrama vermişəm, məzbət eləmişəm, şikayət eləmişəm, nə qədər demişəm, xeyli yox. Belə bir gözəl sözlə bitirmək istəyirəm. 2007-ci ildə Cənub xəbərlərdə oğlumun qanını batırdılar. Belə bir yazı var burada. Diqqətimi cəlb elədi. İstəyirəm kimlərinsə diqqətini cəlb eləsin. Mən ədalət istəyirəm. Mən prezidentdən, Azərbaycan dövlətçiliyindən, onun ədalət mühakimə sistemindən nə iş, nə çörək, nə də maddi yardım istəmirəm. Yalnız və yalnız ədalətli məhkəmə araşdırma istəyirəm. Axı bu vaxta qədər haqsızlıq olmaz bu qədər. Nə mənə qarşı, sabah isə başqasına qarşı edilsin. Haqsızlıq bumerang kimi bu hakimiyyətə və onların havadarlarına dəyəcək. Qoy bu qəzet vasitəsilə prezident, başqa aidiyyatı şəxslər, yəni Yavər müəllimin səsini eşitsinlər. Möhtərəm prezident, siz ədalət, haqq tərəfdarısınız. Qoymayın oğlumun qanı yerdə qalsın. Qoy, heç olmasa bu yaşımda ürəyim niskili dünyadan köçməyəm. Mən bu sözləri müəllimin adına 2007-ci ildə dərc edilib bu qəzet. Yenə də bir daha təkrarən buna qayıdıram. Və bir daha mən də bunu qəzetdə vermişəm. Bundan sonra bu 2-3 gün ərzində, yəni aprel ayı bitməmiş bu video, bu reportaj bir daha Hacı Yavər Əkbərovun bu niskilli ahıl bizim ağsaqqalımızın adından prezidentə çatdırılacaqdır. Yəni bacardığım qədər sosial şəbəkələrdə hər yerdə bu video paylanacaqdır. Allah sizə kömək olsun. Çox sağ olun, Allah amanında, xoşça qalın. Allah hər birimizə kömək olsun. Allah razı olsun, Allah axırıncı xeyir eləsin. Amin.
iş başında yatıb.